Herkes salamlar olsun dostlar. Kanalıma ve videoma hoş gelmişsiniz. Uzun zamandan sonra axır ki bir video ərsə gətirə bildim. Yəni ümid edirəm gətirə Bugün ayın 19'du, yəni martın 19'udur və 3 gündən sonra falan ad günümdür. Əvvəlcə biraz daha erkən verilmiş ad günü hədiyyələrimdən başlamaq istəyirəm. Bunu qrup yoldaşlarım alıb sabahdan tətil olduğu üçün görməyəcəklər. Heç gözləmirdim bu arada. Buradan onlara öz təşəkkürlərimi bir daha bildirirəm. Heç görməmiş kimi eləməyəcəm. Çünki baxmışam hədiyyələrin nə olduğuna. Sadəcə sizə də göstərmək istəyirəm deyə sizinlə bir yerdə bir daha açacağım. Yəni sizdən gözəl belə bir şokolad çıxır. Bu ehtimalla şokolad xəstəsi olduğumu bilir. Daha sonra en sevdiğim hissə dostlar, mən bir Potterhead'əm. Yəni abartılı bir Harry Potter fanı deyiləm, amma çox sevirəm o film serisini. Və həmin rəfiqəm də qrup yoldaşım da bunu bildiyi üçün mənə belə bir Potterhead əşyası alıb. Çox gözəl bir film. Belə bir şey. Ben çox sevdim. Neyse. Devam edək. Digər qrup yoldaşımın hədiyəsi. Daha sonra içindən baxım məhsulları çıxır ki, mən bunu çox sevdim. Bir şey deyim mi? Qoxusu superdi. Qoxusu tək kəlməli möhtəşəm. Daha sonra belə bir şirin pomadadır yəqin ki, ya da dodaq nəmləndiricisi deyə düşünürəm. Naturalni balsam, belə dodaq nəmləndiricisi. Çok soft, şirin ve cidiş görsənir. Çox bəyəndim təbii ki də. Önemli olan həqiqətən düşünüb almalardı. Həqiqətən heç gözləmirdim. Və belə bir krem çıxır. Qoxusuna baxaq, baxmamışam. İkisinin də qoxusu mükəmməldir. Mən qoxu mövzusunda biraz həssasam həqiqətən də. Hər qoxunu bəyənmirəm. Bəxtləri gətirib ki, çox gözəl zövqü var imiş. Canım ciyərim qrup yoldaşımın. Çox super. Belə. Və baxım malzemələrinə də çox ehtiyacım var idi. Ona görə çox mükəmməl bir toxunuş olub. Və belə cidiş, mükəmməl bir broşka. Paltar aldım. Bu paltarı burada göstərə bilməyəcəm. İlerleyen saniyelerde ad günümdə bu paltarı giymiş vəziyyətdə inşallah görəcəksiniz. Burada belə bir yeni dəst almışam. Telefon təmizləmək üçün sprey aldınızmı? Belə bir spreye də ehtiyacım var idi. Bu arada 8 manat almışam. Bir də buradan almışam. Bir də özümə kablo aldım. Buradakı xüsusilə desenləri, necə deyirlər, bəzəklərini falan daha çox bəyəndim. Burada mişkası, nə bilim, kofe deseni, donut falan, yəni çox şirindir, çox qəşəngdir, çox bəyəndim. Bu arada qiyməti yoxdur üstündə, amma səhv eləmirəmsə 12 manat aldım bunda. Deməli dostlar, artıq ayın 21'dir və sabaha bir gün qaldı. Sabaha deyən 22'sinə və dekor eləməyə başlayıram artıq. Bu arada kameramana səslənirəm buradan. İp almışam, bağlayabilirsən şalları dekor üçün. Və də yardım edirlər, dekor eləməyə çalışırıq şu an. Tanıyırım. Ay Allah. Əsas o da üfürəbilir. O da böyle şeydir. Böyle əsas o da üfürəbilirəm. Şey istəyirsiniz. Heç nə. Bir boz, bir də göy stildə. Zəhmət olmasa davam edin. Elə yox. Hə. Çox qəşəng elədin, çox sağ ol. Amma belə yan-yana elə ki, birləşik forma. Ev nə gündədir. Buraları fikir verməyin dostlar. Həll eləyəcəm. Sabaha qədər həll olunmalıdır bura.
Kaldı ki. Pizza istəyirəm. Pizza nəlidir belə? Səs qoymadım. Qarışıq. Qızlar, aramızdan pizza kəsə bilən var. Məsiniz? Bu nədir yapışdırıb özünə? Ha, siz yapmayın. Çocuğum aşkım. Bu dəqiqə səslər. Nə işləyirsən? Nə bilim nəsə deyirsən. Necəsiz Gül xanım? Necə hiss edirsiniz? Mən də yaxşıyam. İllər sonra görürüm. Bəli, bəli. Çəkib istədiyin formada paylaşanda olur. Çok sağ ol. Kapı çok güzeldi. Ay çok güzeldi. Benim maksimum tepki. Ay çok güzeldi. Sağ ol. Aha. Ay. Ay ya. Bak. O neredekilere var. Gözler doldu ama gözler doldu. Ay bu çok güzel ki sarılacağım. Derim çekildi. Sen hediyeniydi. Evet. At da içine git çölüne bak. İçi de var. İçi de var hele. Yok daha hediye falan bak da ben. Ben saçmayacağım dağılma. Teşekkür. Ben dostlarım. Yazık Onları. Esas olanlar. Kiminiydi? Ceren. Orta gücülər sənə görə qoymuşam, amma üç güzəlim var. Siz de yazın. Tek yazdım. O kadar çok var. Sumkam yoktu. Kara sumkam niyetle yok. Gördünüz, mən üstələdim. Çok değişen. Şuna bakalım. Değişen. Teşekkürler. Çok beğendim. Şiren santam oldu. Şimdi Harika. tek olmuş doldu. Bir, iki, sırada. Şuraya iyiydi. Özür dilerim. I was cursing myself. I berated all my family to get on my nerves. I put on my headphones, tuned into the radio.